İntihar nə üçün haramdır? Çünki Allahın hədiyyəsinə hörmətsizlikdir. Allahın həyat adlı hədiyyəsindən hörmətsizlikdir. Nəinki intihar, hətta deyirlər özünüzü ölüm arzulamayın, çünki hörmətsizlikdir. Deyirsən ki, Allah, öldür məni. Öldür məni, yəni Allahın hədiyyəsinə hörmətsizlik elədir. Yeganə istisna şəhidliyidir. Ona görə ki, hikməti var şəhidlik istəməyin. Sən dünyada qaldığın müddət Allaha yaxınlaşırsansa əgər, İmam Səccad deyir, ömrümü o vaxta qədər uzat ki, ömrüm sənin itaətində keçir. Allaha deyir. Nə qədər ki, sənin itaətində də ömrümü uzat. Elə ki, şeytanın otlağına çevrildi, onda canımı al. Amma şəhadət niyə istənilir? Çünki şəhadət, mən keçən dəfə də deyəsən elə cümə xütbəsində bunu dedim, sən maksimum nə qədər yaşaya bilərdin, nə qədər Allaha ibadət edə bilərdin, hansı yaşda sən şəhid olsun, eyni o dərəcəni əldə eləmiş olursan. Ona görə məntiq var şəhadət arzulamaqda, şəhidlik istəməkdə.